Sosial şəbəkələrdə müxtəlif şəxslər özlərini oğru aləminin nüfuzlu nümayəndələri kimi təqdim edirlər. Qanuni oğru, avtoritet və sair kimi titullarla özlərini qələmə verməyə çalışırlar və istər-istəməz belə sual yaranır. Azərbaycanda oğru aləmi, qanuni oğrular və avtoritetlər hazırki dövrdə varmı? Özünüz, hər bir şəxs özü müstəqil araşdırma aparsa, bunu aydınlaşdıra bilər. Azərbaycanda ümumiyyətlə oğru aləmi, cinayətkar aləmi elə də mövcud olmayıb. Bu, yalnız SSR yarandıqdan sonra 30-cu illərin sonlarından başlayaraq SSR-də, Rusiyada, xüsusən Rusiyada cinayətkar aləm formalaşıb, müxtəlif qüvvələrin təsir nəticəsində. Və bunun nəticəsində SSR-yə daxil olan digər xalqlar, Azərbaycan, Orta Asiya xalqları və digər xalqlar da SSR tərkibində olduqlarına görə Rusiya həbsxanalarında olan o oğru hərəkatının təsiri Azərbaycanda da öz təsirini göstərməyə bilməzdi. Və məhz Rusiya cinayətkar aləminin təsiri nəticəsində SSR dövründə 30-cu illərdən başlayaraq Azərbaycanlılar arasında qanuni oğrular və avtoritetlər meydana çıxdı. Və SSR dövründə Rus cinayətkar aləminin tərkibinə daxil olan Azərbaycanlılar orada Rus müftünün təsir nəticəsində oğru adını ala bilirdilər. Amma burada mərkəz Rusiya sayılırdı. SSR dağılandan sonra Azərbaycan həbsxanaları Rusiyanın tərkibindən çıxardıldı. Müstəqil bir həbsxana sistemi yaradıldı Rusiyadan kənar və bunun nəticəsində bizim cinayətkar aləmin Rusiyanın cinayətkar mühiti ilə əlaqələri kəsildi. Və bunun nəticəsində Azərbaycan arasında yeni nəsildə oğru adı və avtoritet adı qazanmaq imkanları itirildi və Azərbaycanda belə adamlar meydana gəlmədi.